Aha. Burada hansı peşə sahibinin şəxslər var? Əla, çox gözəl. Aha. Müəllimə var aramızda. Tərbiyəçi müəllim, tələbə, xeyirli olsun. Əla. Belə başa düşdüm ki, aramızda hər cür sahədən şəxslər var. Aha, daha çox müəllimlər deyəsən üstünlük təşkil edir. Çox gözəl. O halda, sizə belə bir sual verim. İnkişaf geriliyi və daha doğrusu başlayaq. İnkişaf geriliyi və ailə ilə psixoloji iş. Bu mövzu həm çox geniş mövzudur, həm də çox belə deyək də əhatəli bir mövzudur. Bu mövzuya keçməmişdən öncə yəqin ki, hər birimiz inkişaf geriliyi haqqında müəyyən məlumata sahibik. Ümumiyyətcə inkişaf geriliyi dedikdə ağlınıza nə gəlir? İnkişaf geriliyi sizcə nədir? Yəni çünki inkişaf geriliyi istəyərdim ki, ilkin olaraq bir fikirlərinizi alaq. Çünki belə deyək də, hər hansısa bir təlimə qoşularkən təlimin əvvəlində müəyyən bir fikrimiz olur ki, məsələn, mən burada bunu bu şəklində bilirdim və təlimin sonuna doğru artıq fikirlər dəyişir. Çünki, təlimdən öyrəndiklərimiz əsasında fikir formalaşır ki, aha, yox, əslində bildiyim yanlış idi və yaxud da bildiyim doğru idi, biraz daha ətraflı məlumat aldım. Sizcə inkişaf geriliyi nədir? Günay xanım qeyd eləyir ki, uşaqlar yaşlılarından fərqlənir. Məncə ailə faktoru çox böyükdür burada. Aha, əla. Başqa? Günay xanımdan başqa fikir bildirə bilən var? Məncə başqa yoxdursa, o halda keçək. Gəlin o halda keçməmişdən qabaq başlayaq. Hər hansısa bir inkişaf gerilləmədən, bir patologiyadan danışmamışdan əvvəl biz bilirik ki, onun öncə normasını bilməliyik. Çünki əgər biz bir geriləmədən danışırıqsa, yəni bunun geriləmə olduğunu, bunun patoloji bir problem olduğunu bilmək üçün öncə biz onun norma olduğunu bilməliyik ki, məsələn, siz yəqin ki, gəlin bunu normal, üsullarla deyim. Məsələn, hamımız bilirik ki, gündəlik olaraq 7-8 saat tutaq ki da yuxu yatmalıyıq. Məsələn, mən artıq tutaq 3 saat yatıramsa və yaxud da mən 10-11 saat yatıramsa, artıq bilirəm ki, bu normadan azdır, bu azdır, çoxdur. Yəni çünki normaya əsasən biz müəyyən eləyə bilərik ki, bu problemdir, problem deyil. Ona görə də biz inkişaf geriləmədən danışmamışdan əvvəl inkişafın nə olduğunu deməliyik. İnkişaf uşağın bioloji, psixoloji və sosial sahələrdə yaşına uyğun dəyişikliklər keçirməlidir. Yəni ki, hər hansısa bir uşaq dedikdə, uşaq əsasən bu 6 yaşa qədər olan dönəmdən söhbət gedir. Uşağın hər gününün, hər ayının özünün hökmü var. Və bu uşağın inkişafı 5 əsas sahədə gedir. Buna nələr aiddir? Motor bacarıqlar, yəni bu bildiyimiz hərəkət və koordinasiyadır. Yəni bura kiçik motor, böyük motor bunlara aiddir. Sonra dil və nitq bacarıqları, yəni dili, danışığı, yəni nə qədər söz danışacaq, dili açılması və s. bunlara aiddir. İdrak bacarıqları, artıq bu onun zəkası ilə bağlıdır. Sosial və emosional inkişafı və ən sonunda da özünə xidmət və müstəqillik bacarıqları. Yəni artıq buna biz deyə bilərik ki, bu uşağın geyinməsi, yemək yeməsi, özünə xidməti və s. bunlara aid eləyə bilərik. Və, biz normal inkişafı artıq mərhələ ilə bölürüksə, yəni normal inkişafdan danışırıqsa, yəni bu artıq 6 yaşa qədər əsasən biz uşağın geriləmə olub-olmasını bilmək üçün biz 6 yaşa qədər uşağın hansı yaşda nələr elədiyini bilməliyik. Bu mütləqdir. Təbii ki, bu bir dəfə üçün öyrəniləcək bir şey deyil. Bununla bağlı müəyyən kitablar var ki, uşağın hətta deyərdim ki, hər ayının, hər günündə nələr etməsi ilə bağlı məlumatlar olur ki, məsələn, bu yaşında, bu ayında tutaq ki, başını belə qaldırmalıdır, əllərini belə hərəkət elətdirməlidir, bu qarşıdakı insana bu cür reaksiya verməlidir və yaxud da nitqi ilə bağlı bu şəkildə qığıldamalıdır, addım atarkən belə etməlidir və s. Yəni bu, suallara bu şəklində cavab verməlidir. Yəni bunların hər biri bu yaş dövrlərinin içərisində daxildir. Amma bizim əvvəlcədən bilirik ki, yəqin ki, aranızda uşaq psixologiyası ilə və s. yaş dövrlərlə bağlı məlumatı olanlar var. Yəni biz bilirik ki, uşağın yaş dövrləri artıq bölünür çağalıq, körpəlik,
Kiçik məktəbə qədər və s. Biz artıq məsələn bununla bağlı kiçik bir şeylər deyə bilərik ki, 1 yaşındakı uşaq məsələn əşyaları tutmalıdır, səslərə reaksiya verməlidir. Ondan sonra 2 yaşındakı uşaq sadə sözlər, hərəkətin təqlidlərini etməlidir. Tutaq ki, 3 yaşındakı uşaq qısa cümlələr qurmalıdır və yaxud da sizin verdiyiniz suallara cavab verməlidir. Bu nədir? Bu nə rəngdədir? Oyuna maraq göstərməlidir. Artıq 4 yaşındakı uşaq rolu oyunlar oynayır, dostluq anlayışı nə olduğunu deyir. Məsələn, sizə, hadisələrin niyə baş verdiyini, onunla bağlı müəyyən suallara cavab verə bilməlidir. 5-6 yaşında artıq müstəqil sosial qaydalar, problemin həlləri ilə bağlı artıq cavablar verməlidir. Biz deməli bildik ki, təxmin olaraq 6 yaşa qədər uşaqlar hansı yaşda nələr etməlidir? Biz bunu bildikdən sonra artıq nələri əgər bunları etmirsə, deməli biz həmin o uşaqlarda inkişaf geriliyini görə bilərik, yəni ondan şübhələnə bilərik. Yəni biz artıq inkişaf geriliyinin nə olduğunu burdan anlayırıq ki, inkişaf geriliyi uşağın motor, nitq, sosial və ya idrak sahələrində yaşına uyğun bacarıqları göstərməməsidir. Yəni bayaq dediyimiz hansı ki o sferalar var idi ki, həmin o sferalarda biz normanı dedik, həmin o normaya uyğun bacarıqları göstərə bilməməsi artıq gəlir inkişaf geriliyinə. Və biz nə zaman deyə bilərik ki, məsələn, inkişaf geriliyidir? Tutaq ki, uşaq 18 ayında adi jestləri başa düşə bilmir. 4 yaşında yaşıdları ilə oynamaq istəmir. Məsələn, 2 yaşında artıq 20-dən az söz işlədir, 3 yaşında sadə cümlələr qura bilmir, sizə bunun nə olduğunu deyə bilmir və yaxud da sizin ifadə elədiyiniz, göstərdiyiniz, komandanı, bildirdiyiniz komandanı yerinə yetirə bilmir, icra eləyə bilmir. Deməli, artıq bu zaman neynirik və bu hadisə davamlıdır və adaptasiya bacarıqlarına təsir eləyirsə, artıq bizdə siqnal oyanmalıdır ki, o zaman biz artıq deyə bilərik ki, inkişaf geriliyi var bu uşaqda və bunda ehtimal oluna bilər ki, inkişaf geriliyi var. Və ən çox da belə deyək də, inkişaf geriliyində bəzən problem ən çox nədən irəli gəlir? Valideynlərin, ətrafdakı insanların bu mövzuda az bilikli olmasından. Mütləq şəkildə bir valideyn olmaq istəyən şəxslər və yəni ilkin olaraq çünki bunu biz birinci evdən görmək lazımdır. Mütləq şəkildə neynəməlidir? Yəni, ən azından kiçik olaraq, yəni hər kəsin bildiyi, yəni bu hər yaş dönəmində uşağın nələr edə biləcəyini biraz daha diqqətlə fikir vermək lazımdır. Əgər valideyn diqqətlə görə bilsə ki, bu uşaq tutaq ki, 1 yaşındadır, amma səninlə heç bir göz kontaktı qurmur və yaxud da sən ona gülürsən, o sənə heç bir reaksiya vermir. Sən 18 ayındadır, heç bir adi jestləri başa düşmürsən, işarə eləyirsən və s. bunları başa düşmür. Söz nitqi demək olar ki, yox kimidir, çox az sözlərdən istifadə eləyir, cümlə qurmur və s. Bunu eləyirsə, artıq valideyndə bu həyəcan siqnalı oyatmalıdır ki, nəsə düzgün getmir və ondan sonra artıq işlər başlanılmalıdır. İnkişaf geriliyindən danışarkən bizdə ən çox inkişaf geriliyi haqqında danışanda bir neçə problem var ki, onunla qarışdırılır. Bunlardan biri autizm spektr pozuntusudur, digəri isə zəka geriliyidir. Yəni inkişaf geriliyi adından da biz dediyimiz kimi inkişaf geriləməsi, yəni inkişafında geriləmə odur ki, biz bu uşağa demirik ki, sən normal deyilsən. Sadəcə, yəni normal deyilsən dedikdə məsələn də patoloji bir vəziyyətdə deyil. Sadəcə olaraq öz yaşından geridə qalıb. Məsələn, nələrisə geridə qalıb. Nitqində geriləmə ola bilər və yaxud da motorikasında geriləmə ola bilər, emosionallığında geriləmə ola bilər. Amma autizm spektr pozuntusu, zəka geriliyi tamamilə fərqli problemlərdir. Və çox zaman bu problemləri inkişaf geriliyi ilə səhv salırlar, qarışdırılır. Məsələn, ola bilər ki, gəlin artıq burada misallar əsasında keçək. Zəka geriliyi ilə birinci danışmaq istəyirəm. Məsələn, ola bilər ki, uşağımızın tutaq ki, 3 yaşı var, ancaq nitqi, daha əvvəlki slaydlara qayıdaq. Nitqi o deyil. Yəni normal olaraq məni başa düşür, mən nə deyirəm, izah eləyirəm, fikrimi başa düşür. Hər hansısa bütün komandalar, bütün hər bir şeyi anlayır. Yəni digər 3 yaşındakı, 2-3 yaşındakı uşağı yan-yana qoyuruq. Birinin nitqi var, digərinin azdır.
İkisi də məni eyni dərəcəsində başa düşür. Burdan nə çıxır? Burdan aydın olur ki, bu uşağın, zəka səviyyəsi normadadır. Ancaq nitqində geriləməsi var. Nitqində geriləməsi olduğuna görə, yəni bu nitq sferasındadır geriləmə. Yəni zəka səviyyəsi, ancaq zəkası zehni olaraq eyni yaşdadır. Yəni zehni olaraq heç bir problemi yoxdur. Amma zəka geriliyi olan bir uşaqdan söhbət gedirsə, 3 yaşında olduğu halda artıq anlaması, qavraması onun tutaq ki də zəka geriliyidir. 1 yaş səviyyəsində, 5 yaşındadırsa 2 yaş səviyyəsində və s. Yəni bununla inkişaf geriləməsi fərqlidir. Eyni zamanda avtizm spektr pozuntusu. Avtizm spektr pozuntusu dediyimiz neyroinkişaf bir pozuntudur. Yəni artıq neyroinkişaf bir pozuntudur və məsələn avtizm spektr pozuntusu uşaqlarda zəka ola bilər geri, norma, həddən artıq yüksək və s. Və onlarda daha çox qarşılıqlı sosiallıqla bağlı problem varsa, inkişaf geriliyində bu daha çox sosial sferə daha çox nitqi, motorik bacarıqlar və s. bunlarla bağlı problemlərdir. Bəs yaxşı, biz inkişaf geriliyindən danışırıq. İnkişaf geriliyindən danışarkən bizə əsas məsələ inkişaf geriliyinin səbəbləri nələrdir? Yəni bu çox vacib olan bir nüansdır ki, yəni nəyə görə bu uşaqlarda günümüzdə də getdikcə bu problemlər daha da çoxalır, nəyə görə bu uşaqlarda inkişaf geriliyi yaranır və biz bu səbəbləri 3 qrupda qruplaşdıra bilərik ki, bioloji səbəblər, psixososial səbəblər və mühiti göstərə bilərik. Bioloji səbəblərə nələr aiddir? Məsələn, hamiləlik zamanı ananın keçirdiyi hər hansısa bir infeksiyalar, stress, toksinlər, bunlar daxildir. Doğuş zamanı yaşanan belə deyək, travma, oksigen çatışmazlığı ola bilər ki, bu da buna səbəb gətirə bilər. Genetik problemlər varsa, genetika ümumiyyətcə bütün psixoloji problemlərdə özünü göstərir. Yəni genetik problemlər varsa, bu da gətirib inkişaf geriliyinə çıxarda bilər. Burada digər bir faktorlardan biri də odur ki, psixososial faktorlar buna aiddir. Ailə daxilində gərginlik, valideynin depressiyası, uşağa sevgi və diqqət çatışmazlığı və bunlar çox-çox vacib olan nüanslardır. Çünki günümüzdə bir çox ailələrdə bu ən böyük problem halındadır. Yəni ailə daxilində çox belə deyək də münaqişələr yaşanır, valideynlərdə depressiya halları, sonra ailə daxilində gərginliklər və s. uşağa qarşı olan çox diqqətsizlik, bu diqqət çatışmazlığı bunlar hamısı gətirir uşaqda problem halına. Yəni uşaq artıq getdikcə geriləyir. Niyə? Çünki bizim uşaq valideynin almalı olduğu emosionallığı, almalı olduğu, öyrənməli olduqları heç nəyi öyrənə bilmir. Bu da avtomatik olaraq uşağın bir öyrənmə çağı var. Avtomatik olaraq uşaqdan nə edir? Uşağı geriyə atmağa başlayır. Məsələn, belə bir şeylər ola bilər ki, məsələn, hal-hazırda günümüzdə ən böyük problemlərdən biri ekranla bağlıdır. Yəni bu telefon, televizor asılılığı ilə bağlıdır. Yəni valideynlər ən çox nələr edirlər? Uşaqları tutaq ki, yemək yeyərkən, yatarkən, sonra ailə oyunu oynayanda, ağlayanda və s. də hər bir halda uşaqda verilir nə? Telefon. Uşağı sakitləşdirməyin tək üsulu ancaq belə deyək də hər hansısa bir elektronikadır. Və bu o qədər böyük bir problemdir ki, yəni məsələn bu gün hansı bir yerə getsək, istər kafe, restoran, metro, avtobus, yəni çölə çıxaq, hansı yerə getsək, bütün uşaqlar telefonla və nə olur artıq? Yəni qidalanmasında və sair hər şeyi ancaq telefonla edirlər. Telefon, televizor və s. Yəni burada artıq nə edir uşaq? Tək tərəfli ünsiyyətə məhkum qalır. Alır, məsələn, emosiyasını yaşaya bilmir. Hirslənir, tutaq ki, valideyn onun hirslənməyinə icazə vermir, tez telefonu əlinə verir ki, aman hirslənməsin. Artıq nə oldu? Uşaq hirslənməyin, bunu yəni yaşaya bilmədi, tez o dəqiqə keçdi bu birisinə. Keçdi o dəqiqə, aha, vsyo, monotonlaşdı, dondu və başladı ancaq bir tərəfə yönəlməyə. Və yaxud da tutaq ki, orada hər hansısa bir hadisələr baş verir televizorda, ekranda. Artıq neynir? O baxdığına sual verə bilmir. Məsələn, mən tutaq ki, bu qələmi götürürəm, qələmi götürdüm, məsələn, açdım, qapağı qoydum başına və bunu mənim sizə izah eləməyimə ehtiyac yoxdur. Çünki siz avtomatik olaraq, yəni bizim artıq müəyyən bir yaşımız var və biz artıq bilirik ki, mən niyə bu qələmin qapağını başına qoydum. Yəni biz artıq bunun səbəbini bilirik.
Ancaq balaca bir uşaq ekranda bunu görürsə, yəni sadə bir misal kimi deyirəm, ekranda bunu görürsə, o onun səbəbini başa düşmür. Bilmir ki, bu onu niyə elədi, nə üçün elədi və sairə. Nə olur? Artıq burada təktərəfli bir ünsiyyət yaranır. Yəni oradan alır, yığır bura, yəni lazımlı, lazımsız bütün informasiyalar yığılır. Artıq və informasiya emal olunmur. Yığıldı hamısı iç-içə. Valideyn də onunla belə deyək də, hər hansısa bir kontaktda keçmir ki, bax belə oldu, o oldu və sairə. Artıq uşaq geriləməyə başlayır, emosional, sosial sferada geriləmə olur və sairə və bu vəziyyətlərə gedir. Hə, burdan belə bir sual çıxır ki, çox vaxt məsələn valideynlərdə belə bir sual gəlir ki, biz neyniyək indi məsələn də gün 24 saatını uşağa həsr eləmək olmur. Axı heç olmasa bu televizor görməlidir və sairə. Hə, əlbəttə ki, siz ona müəyyən dərəcəsində televizor, telefon verə bilərsiniz. Tamamilə başqa bir mövzudur. Ancaq yenə də məsələn televizor, telefon vermək olar. Ancaq verərkən, orda belə deyək də, yəni sadəcə onu belə deyək, monoton şəklində baxmaq yox, ünsiyyət qura-qura, danışa-danışa və bu zaman ona da maraqlı olacaq, sizə də interaktiv şəklində keçəcək. Artıq o ona baxanda onu sadəcə bir ekran kimi görməyəcək. O artıq orda baxdıqlarını tam şəkildə anlayacaq. Və digər bir, inkişaf geriliyin səbəblərindən biri də mühitdir. Mühitimizə nələr daxildir? Buna artıq qidalanma pozuntusu, təlim mühitinin olmaması və sairə bunlar daxildir. Yəni yaşadığımız hal-hazırda mühit çox böyük rol oynayır. İnkişaf geriliyinin biz səbəblərini aydınlaşdırdıq. İndi hal-hazırda yaxşı, bəs biz bu uşağın inkişaf geriliyi olduğunu necə bilə bilərik? Yəni bunun üçün artıq müəyyən diaqnostika etməliyik və müəyyən testlərdən istifadə eləməliyik. Deyək ki, valideyn gətirdi artıq bu uşağı bizim yanımıza və biz artıq bu uşağı bilməliyik ki, bu uşaq diaqnostikadan keçirməliyik ki və müəyyən testlərdən keçirtməliyik ki, bu uşaq hansı problemlə gəlir. Bunun üçün ilkin olaraq uşağın inkişaf tarixçəsini, anamnezini toplayırıq. Anamnez nədir? Yəni burada hər bir mütəxəssisin özünün bir anamnez formu olur. Yəni standart demək olar ki, hər kəsdə ona oxşar məlumatlardır. Bura nələr daxildir? Uşağın adı, familiyası, doğum tarixi və hətta uşağın dünyaya gəlməmişdən qabaqkı məlumatlar. Məsələn, uşaq valideynlər qohum evliliyi idimi? Valideynlər yoxsa qan qohumluğu yoxdurmu? Valideynlərin hər iki nəsildə hər hansısa bir problemin olub-olmaması mı? Hamiləlik dövrünün neçənci hamiləliyin olduğu, neçənci doğuş və neçənci hamiləliyin olduğu, hamiləlik dövründə yaşanan hər hansısa bir problemin olub-olmaması, məsələn, hamiləlik dövründə olub stress keçiribmi, hər hansısa tutaq ki, yataq şəraitində olubmu və sairə. Doğuşun normal yoxsa keysəriyyə üsulundan olduğu, artıq bundan sonra mı keçir, uşaq dünyaya gələndən sonra İlk dəfə nə vaxt söz deyib, nə vaxt addım atır və sairə. Uşağın belə deyək, bu yaşına qədər, tutaq ki, uşaq 3 yaşında bizim yanımıza gətiriblər yoxlamağa və biz artıq 3 yaşına qədər bu uşağın həyat hekayəsini, inkişaf xəritəsini çıxartmalıyıq. Müəyyən sualların əsasında və biz artıq bunu hər bir şeyi öyrənirik ki, müəyyən valideynindən topladığımız məlumat əsasında öyrənirik ki, bu uşaq həyatı bu formasında keçir. Bu xəritəni biz çıxardırıq. Və ondan sonra gəlir, biz valideynlə digər bir şey soruşmağa. Müşahidə eləyirik. Həm biz uşağı valideynlə danışdıqda uşağı müşahidə eləyirik. Yəni çünki balaca bir uşağı təbii ki, otaqdan çıxarda bilmərik. Yəni diaqnostika həmin eyni ortamda olur. Valideynlə danışdıqca biz uşağı da kənardan müşahidə eləyirik. Necə hərəkət eləyir, otaqda necə reaksiya verir? Çünki tanımadığı bir mühitdir, tanımadığı bir yerdir. Təbii ki, siz psixoloqsunuzsa, yəni sizin uşaqla məşğul olan bir mütəxəssisin mütləq ki, yanında uşağa aid olan, yəni həmin uşağa aid olan müəyyən materiallar olacaq, yəni oyuncaqlar və sairə. Təbii ki, bunlar olacaq və siz artıq uşağın hansı oyuncaqla necə davranmasından təxmini olaraq müəyyən bir məlumat alacaqsınız. Yəni görəcəksiniz, yəni müşahidə nəticəsində. Və eyni zamanda valideynlə danışırsınız. Valideynlə danışırıq, valideynlə öyrənirik uşağın gündəlik davranışları, sosial münasibətləri, məsələn, hansı formada nəyə fərqli reaksiyalar verir və sairə. Yəni bütün bunlar haqqında biz məlumat alırıq. Hə, bəzən ən çox belə deyim sizə, diaqnostika prosesində biz belə şeylərlə çox rastlaşmışıq. Necə olur? Valideynə biz sual veririk ki, tutaq ki də uşaq məsələn oynayandan sonra nə hərəkət eləyir? Məsələn də yeyəndən sonra necə olur? Bu hadisə zamanı nə reaksiya verir? Biz valideynə bunları soruşuruq. Valideynin cavabları bu olur ki, bir çox valideyn hətta deyir ki, mən bunların heç birisinə fikir verməmişəm.
Çünki, valideyn, yəni uşaq standart olaraq səhər durdum, yuxudan nə bilim bunu yedi və sairə. Yəni uşağın hərəkətlərini çox zaman izləmir və bu da ən böyük gətirən problemlərdən biridir. Yəni əslində problemi, daha əvvəl görmək, problemi erkən şəkildə fərqinə varmaq üçün biraz uşağı müşahidə eləmək lazımdır ki, o, biraz belə deyək də, ayıq bir valideyn o dəqiqə o uşaqda hər hansısa bir problemin olub-olmadığını tez şəkildə tuta biləcək. Və biz bunları elədikdən sonra keçirik artıq, yəni artıq valideynlə müəyyən müsahibəmizi apardıqdan sonra artıq inkişaf testlərini eləyirik. İnkişaf testləri də nədir? Yəni uşağın sosial, motor, nitq bacarıqlarını normativlərə əsasən müəyyənləndiririk, dəyərləndiririk. Və ən sonunda artıq bu uşağın biz təbii ki, bir nəfərlə yox, bu uşaq eyni zamanda tutaq ki, nitqi ilə bağlı loqoped yanında, loqoped yanında olursa və yaxud da digər mütəxəssislərin yanında olursa, artıq yekun olaraq analiz edilib bir müəyyən bir qərar çıxardılır. Və ən çox istifadə olunan metodlar hansılardır? Bayaq dedim sizə, müəyyən testlərdən istifadə olunur. Bu testlərdən aiddir Denver-2 testi ki, hansı ki, ən çox istifadə olunan inkişaf testidir. Bu Ankara Gelişim Tarama testi var, AKTE testi, məsələn, GESEL inkişaf testi və s. Bir neçə testlər var ki, yəni bu testlərlə artıq uşağın inkişafının hansı səviyyədə olduğunu biz öyrənə bilərik. Məsələn, bunlardan biri Denver testidir. Təxmini olaraq inkişaf testləri bir-birinə oxşuyur. Məsələn, Denver testidir. Denver testində necədir? Denver testini bilmirəm aranızda ya görən varsa, ya ümumiyyətcə istifadə edən olubsa, Denver testində necədir? Denver testində 0-6 yaşa qədər olan uşaqlardan aparılır bu test və orada artıq konkret bir dənə bizim əlimizdə bir vərəq olur ki, konkret olaraq hansı yaşda, hansı ayda, hansı hərəkətləri eləməlidir bu uşaq və 4 sfera üzərindən yoxlanılır. Kiçik motor, böyük motor, nitqi və sosiallığı ilə bağlı. Və daha doğrusu özünə xidmət, nitqi ünsiyyət və özünə xidməti ilə bağlı. Və biz artıq məsələn uşağımızı valideyndən gününə qədər öyrənirik ki, uşağımız neçə ay, neçə yaş, neçə ay, neçə günlükdür. Tutaq ki, valideyn deyir ki, uşaq 2 yaş 5 aylıq, nə bilim belədirsə, artıq biz ona uyğun xəttimizi çəkirik, ona uyğun şəklində və başlayırıq bir-bir deməyə ki, bizim uşaq tutaq ki, valideyndən soruşuruq. Uşağınız nə bilim öz düyməsini özü bağlaya bilirmi? Öz yeməyini özü yeyirmi? Ayaq üstündə bu hərəkətləri edirmi və s. də. Yəni bütün hər birinin suallarını veririk. Harda ki, artıq uşaq da deyir ki, yox, bunu etmir. Artıq biz bilirik ki, bu hissədə problem var. Yəni bu hissədə normadan geridə qalıb. Yəni inkişaf geriliyi, hansısa bu hissəsində geriləmə var və ona uyğun deyirik ki, tutaq ki, uşağın motorik bacarıqları bu yaş səviyyəsindədir, sosial bacarıqları bu yaş səviyyəsindədir, nitq ünsiyyəti bu yaş səviyyəsindədir və biz artıq bunlardan hansında varsa problem, onun üzərindən gedirik. Bu və ola bilər ki, dediyim kimi, hər yerdə fərqlidir. Yəni Denverdən istifadə edən var, Ankara Gelişim testindən istifadə edən var, GESEL-dən və s. digər testlərdən istifadə edən var. Təbii ki, testlərdən də istifadə eləmək üçün mütləq şəkildə həmin o testlərin uyğunlayıcı sertifikatlarını əldə etmək lazımdır ki, biz artıq bu testləri tətbiq eləyə bilək. Və gəlir biz artıq bizim ən böyük məsələmizdən biri ailə sistemində, digər slayda keçək. Ailə sistemində psixoloji dinamika. Deməli, burada uşaq inkişaf geriliyi təkcə uşağın problemi deyil. Baxın, bu sadəcə uşağın özünə, yəni çünki biz orada qeyd elədik ki, hansı səbəblərdən gəlir bu uşaqdakı problem. Yəni bu təkcə uşağa aid olan bir problem deyil. Bu eyni zamanda ailə sisteminin böhranıdır. Və burada belə deyək də, bu vəziyyətdə valideynlər bir sıra psixoloji reaksiyalar verir və bu 5 mərhələdən ibarətdir. Yəni bunu belə deyək də sistemləşdirmişik və 5 mərhələ formasında qeyd eləmişik. Sizə deyim ki, diaqnostikaya gələn 90% valideynlərin, yəni reaksiyaları bu şəklində olur. Valideynə birinci deyirsiniz ki, hə, danışır, sən artıq testini yekunlaşdırırsan və valideynə bildirirsən ki, və çox vaxt valideynlər öz belə deyək də təşəbbüsü ilə gəlmir. Ya qonşuda, ya kənarda, qohumda, əqrəbada kimsə, ya çox nadir hallarda valideyn özü deyir ki, mən aparım uşağımı, nəsə hiss edirəm ki, uşağımda problem var. Kimsə artıq bir nəfər bildirir, təşviq eləyir ki, apar bir mütəxəssisin yanına ki, bu uşaqda nəsə bir problem var, nəsə düzgün getmir. Və təbii ki, çox
təəssüf ki, Azərbaycan ailələrində çox təəssüf ki, birinci bizə yox, bizdən qabaq başqa yerlərə gedir. Bizdən qabaq birinci gedilir tutaq ki, sahə həkiminin yanına. Öncə sahə həkimindən məlumat alınır. Yəni daha doğrusu öncə qohumlardan, sonra keçir sahə həkimi, ondan keçir pediatrın yanına. Pediatrdan keçir yaxşı halda nevroloqun yanına və nevroloq da artıq məlumat, artıq o yaxşı mütəxəssis olduqda göndərir ki, yox, sən bunu apar, yəni bu uşaqda inkişaf problemidir. Apar bunu psixoloqun yanına. Artıq keçsin o tərəfə. Və təbii ki, o bizə gələnə qədər həmin o həkimlər oldu. Bəzi hallarda həmin o həkimlərdən artıq müəyyən dərman müalicələrində də alır və nəticədə son halda axır gəlir bizim yanımıza. Və biz müayinədən sonra ən sonunda bildiririk ki, bu uşaqda tutaq ki, bu problem var. Məsələn, bu qədərdir yaşı, 2 yaş geriləməsi var və s. İlkin olaraq valideynin reaksiyası belə olur. Yox, inkar edir valideyn, yox, mənim uşağımda belə bir problem yoxdur. O sadəcə tənbəllikdir, ya da başlayır bizim üstümüzə yoxsa məsələn, ən çox belə kobud da desək, çox hallarda belə deyilir ki, pul tələsidir və s. Normal uşağa ad qoyursunuz, bu problem kimi qoyursunuz və s. Və başlayır bu, yəni ilkin olaraq inkar mərhələsi. Sonra biraz hirslənir. Niyə görə mənim uşağımda belə oldu axı? Niyə? Suyunu verirəm, yeməyini verirəm, bura aparıram, onu eləyirəm, bunu eləyirəm. Bəs yaxşı, niyə bu mənim uşağımda olmalıdır? Və biraz qəzəb keçirir. Qəzəbdən sonra artıq gəlir 3-cü bir mərhələ, günahkarlıq mərhələsi. Bəlkə mən nəyisə səhv elədim. Günahkarlıq mərhələsi ilə qorxu və utanc mərhələsi demək olar ki, paralel gedir və başlayır ki, mən səhv elədim, ayda camaat nə deyəcək, və s. deyəcəklər filankəsin uşağı belədir, mən indi bunu necə çıxardacam ortalığa və bu şəkil və sizə deyim ki, ən ağır mərhələ də bu mərhələdir. Bu mərhələdən keçmək çox çətindir və çox təəssüf ki, Azərbaycan ailələrində deyək, bizim ailələrimizdə çox təəssüf ki, düşünülür ki, problem anadan qaynaqlanır. Düşünülür ki, əgər bu uşaqda bu problem varsa, deməli anadan irəli gəlir və evdə hər kəs başlayır ananı günahlandırmağa. Və evdəkilər, qohumlar, hər kəs başlayır günahlandırmağa ki, yəni sənə görə oldu, yaxşı baxmamısan, ata başlayır ki, yox, mən axı hər şey elədim, mən axı gedirəm, gəzdirirəm, niyə bu uşağa fikir vermirsən və belə və qəbul eləmək istəmirlər və nə olur? Çox zaman ana bu hallarda depressiyaya düşür. Ananın depressiyası iki cür olur. Ya ana övladından uzaqlaşır, ya da əksinə. Ana neyniyir? Ana uşağının hədsiz dərəcəsinə sahiblənir və ətrafdakı hər kəsdən uzaqlaşır. Hətta əlində olsa belə deyək, hər kəs qaçar, uşağını bağlayır, qoymaz da kimsə gəlsin. Və çox təəssüf ki, belə hallar çox olur və bəzən atalarda bu hal necə baş verir? Atalarda çox nadir hallarda mən anaların uşaqlarını atıb getdiyini gördüm bu illər ərzində. Çox zaman atalar belə bir problemə dura bilmirlər və çox zaman ailədə dağılmalar baş verir. Ata tərk eləyir, gedir və s. və ana çox zaman bu problem içində tək qalır. Və biz nə qədər bu, belə deyək, mərhələlər qısa olsa, sonuncu mərhələyə keçib qəbul etsək, bir o qədər işimiz daha yüngül olar. Və bizim bu, belə deyək də, bu mərhələdən digərinə keçənə qədər zamanımız gedir. Valideyn artıq qorxur, günahkar və s. ailədə artıq müəyyən problemlər yaşandığına görə biz artıq keçə bilmirik qəbul etmə mərhələsinə. Bəli, keçə bilmədiyimizə görə uşağın da zamanından gedir. Baxın, bayaq ilkin əvvəlində dedim ki, 6 yaşa qədər çox önəmlidir. Yəni hətta belə deyək də, uşaq bu 6 yaşa qədər nə öyrəndisə öyrəndi. Zaten bundan sonra heç bir şey öyrənmir. Yəni inkişaf olaraq. Nə öyrənirsə digərlərinin üstünə gəlir bir növ. Və uşağın zamanından gedir. Məsələn, uşaq bizim yanımıza ilkin olaraq gələndə, tutaq ki, gəlib 3 yaşında, mən onun nitqi ilə bağlı yoxlayıram və nitq sferasına deyirəm, sosiallıq sferasına deyirəm. Yəni bu uşaq 3 yaşındadır, ancaq göstərir inkişafı 2 yaşında. 1 il arada fərqimiz varmı? Var. Və bu valideyn getdi, biraz düşünür və s. 1 ay, 2 ay belə, yenə gəlir, yenə deyir ki, 2 yaşındadır. Amma çox təəssüf ki, uşaq artıq 3 yaşında deyil, 3 yaş 2 aylığındadır. Və bizim belə deyək, toparlamalı olduğumuz zaman 1 il 2 aydır. Və getdikcə uşağın hər gün, uşağın ömründən gedir, düzdürmü? Hər gün biz artıq bir gün daha gecikməyə başlayırıq. Mən bu gün bəzən nə olur ki, terapiyaya başlayırsan, keçirsən də seansları və s. Tutaq ki, 2 ay sonra müayinə eləyəndə görür ki, yox, aradakı fərqi ilə, nə bilim,
çox azalmadı axı, yenə də bu qədərdir və sairə. Sən onu izah eləməyə çalışırsan ki, uşağın zamanı dayanmır axı. Mən burdan bir gün işlədikcə uşaq da bir gün böyüyür və biz onu dayandıra bilmərik. Zaman burada bizim ən əleyhimizə işləyən vasitədir. Ona görə də valideynlər, yəni, maarifləndirmə bu tipdə maarifləndirmələr çox olmalıdır ki, valideynlər artıq bu problemi qəbul eləyə bilsin. Bəli, çox, sevindirici haldır ki, elə valideynlər də olur ki, məsələn, hətta 1 yaş 2 aylığında belə uşağı seansa gətirən valideynlər də olur. Yəni bu çox yaxşı bir hallardır. O da, yəni çox nadir hallar, %10 da olsa yenə də var. Yavaş-yavaş demək ki, cəmiyyətimiz maariflənməyə başlayır. Və ən sonunda artıq nə olur? Biz qələbə çalırıq, valideyn artıq bu prosesi qəbullanır. Bəli, belədir, amma biz artıq bir yerdə inkişaf eləyəcəyik. Bundan sonra nə lazımdırsa eləyək. Təbii ki, terapiya o qədər də asan bir məsələ deyil. Terapiya çox çətin, yeni bir mərhələdir. Sadəcə, uşaq üçün yox, hər kəs üçün yeni bir mərhələdir. Dünənə qədər biz bilmirdik ki, evimizdəki uşaqda bu problem var. Dünənə qədər bundan məlumatsız idik. Məsələn deyirəm, uşağa, ən sadə bir misal deyim. Məsələn, mən uşağa deyirəm ki, su istəyir. Uşaq su sözünü demir, mənə sadəcə işarə ilə göstərir ki, su, su, işarə ilə göstərir və mən onu başa düşürəm, gedirəm suyu gətirirəm. Yemək deyir, əlini belə eləyir, mən onu başa düşürəm. Və sair. Yəni nə edir? Belə eləyir, paltarımı çıxartmaq lazımdır, onu edirəm. Yəni deyirəm ki, mən başa düşürəm də, nə var ki burda? Amma mən anlamıram ki, mənə çətin gəlir ki, axı bu uşağı mən başa düşürəm. Amma mən icazə vermirəm axı bu uşaq danışsın. Bu uşaq fikrini sözlü şəklində ifadə eləsin və artıq mən bundan sonra onu başa düşməməyə çalışıram. Yəni mən onunla artıq mənim üçün yeni bir mərhələdir. O məndən su istəyirsə, mən ona məcbur şəkildə bu su sözünü almalıyam ki, sən mənə su ver, içməyini göstərməli. Deməlisən ki, mən su istəyirəm, yemək istəyirəm və sairə. Yəni kiçik-kiçik misal artıq valideynlər fərqinə varır bu problemin. Burada bizim valideynlə işimizin ən önəmli prinsipləri var. İşimizin əsas prinsiplərindən biri, yəni psixoloq mütləq şəkildə valideynlə düzgün emosional kontakta girməlidir. Düzgün emosional kontakta girdiksə əgər həm valideynlə, həm uşaqla biz problemin böyük hissəsini həll etmiş olacağıq. Çünki valideyn, nəzərə alaq ki, indi nə qədər burada danışırıqsa ki, valideyni belə günahlandırırıq və sairə ki, bilirik ki, bu uşağın bu vəziyyətə gəlməyinin həqiqətən də səbəbi fərqində olub, bilinçli ya da bilinçsiz belə deyək, valideynin günahı olsa da, belə düşünməliyik ki, empatiya qurmalıyıq ki, qarşımızdakı bir valideyndir. Bizim 1 saat, gün ərzində 1 saat, həftə ərzində 5 saat gördüyümüz uşaqla o hər gün bir yerdədir. Günün 1 saatı bizim yanımızdadırsa, yerdə qalan 23 saatı onun yanındadır. Və biz sadəcə 1 saat onunla məşğul olursa, yerdə qalan bütün saatları o ona diqqət və qayğı göstərməlidir. Eyni zamanda digər ailə qayğıları da var. Və biz valideynlə bunu başa düşməliyik ki, qarşımızdakı yaralı bir valideyndir və qarşımızdakı valideynə empatik şəkildə yanaşmalıyıq. Valideyn sənin yanında özünü tənqid altında yox, anlaşılmış şəkildə hiss etməlidir. O görməlidir ki, hə, qarşımdakı psixoloq sadəcə belə deyək də, gəlsin mənim yanımda bunu tak eləsin deyil. O doğrudan da məni başa düşür. Yəni biz artıq bu valideynə onu başa düşdüyümüzü, onu anladığımızı deməliyik. Ancaq ona bildirməliyik ki, mən səni başa düşürəm. Yəni sənin kimi nə hiss etdiyini, hər bir şeyini, bütün hisslərini biz ona ifadə edirik. Ancaq mən o uşağın valideyni deyiləm. Mən o uşağın mütəxəssisiyəm və səndən də xahiş edirəm ki, sən də bir müddət bu problemi aradan qaldıracağımız müddətdə sən də çalış ki, ən azından analıq instinktini bir yerə kənara qoyub bu şəkildə davranmağa çalış. Məsələn, belə bir şey var. Tutaq ki, uşaqdır, oturmuş, dayanmışıq. Məsələn, uşaq yıxıldı. Yəni o söhbət elədiyimiz yerdə uşaq getdi, yıxıldı da, yəni. Biz neynirik? Valideyn neyniyir? Valideyn birinci qaçacaq, o uşağı qaldıracaq. Amma mütəxəssis olaraq biz o uşağın ordan gedib əlindən tutub qaldırmaq yox, o uşağı necə qalxmaq lazım olduğunu göstərməliyik. O özü mübarizə aparmağı öyrənməli. Biz artıq burda valideyn yox, mütəxəssis olduğumuzu burada göstərməliyik. Bəli, biz qayğı göstəririk uşağa emosional şəkildə və s. amma valideyn də göstərir ki, bax, mən də səndən istədiyim budur.
Yəni sən hər uşaq yıxılanda onun əlindən tutub onu qaldırsan, hər işarə elədiyini versən, artıq o uşaq, heç nə öyrənmək istəməyəcək, heç nə onun üçün maraqlı olmayacaq. Sənə lazımdır ki, biraz, bağrına belə deyək, daş bas, bir növ çalış uşaq öyrənsin və, valideynlə doğru ünsiyyət qurduq, valideynlə doğru şəkildə maarifləndirdiksə, artıq bizim üçün nə olur? İşimiz böyük şəkildə irəliləyir. Və ən əsas məsələlərdən biri. Burda bu, belə deyək, məncə bütün mütəxəssislər mənlə razılaşar. Yəni bu bir çox sahədə də belədir. Eee, Seansa gələn ilk andan bizdən nəticə istəyirlər ki, onda mənə qaranti ver ki, mənim uşağım 2 aya düzələcək, 5 aya düzələcək və sairə. Ümumiyyətcə hər hansısa bir yerdə sizə kimsə deyirsə ki, filan bu problemi bu qədər vaxtda həll olunacaq, belə bir şey yoxdur. Bu tamamilə absurd bir şeydir. Heç bir problem göstərilə bilməz ki, 10 seansa, 1 aya, 5 ilə və sairə həll olunacaq deyə bir şey deyə bilmərik. Biz çünki insanla işləyirik, hər insan, hər bir uşaq fərdidir. Burada sən valideynə əsas məsələ düzgün informasiyanı çatdırırsan ki, 2 ay keçəndən sonra o gəlib sənin dediyin hər hansısa bir sözdən yapışıb sənə belə deyək, günaha atmasın sənin üstünə. Bildiririk ki, bax, mən burada işləyirəm. Çünki, adətən seanslar necə tənzimlənir? Həftədə 3 dəfə biz təyin eləyirik. Bəzən məsələn uşağın yaşından asılı olaraq ola bilər ki, biz bunu həftədə 5-6 dəfə yarım seansla, yəni yarım saat 25 dəqiqəlıq və yaxud da həftədə 3 dəfə tam seansla, yəni ilkin olaraq ola bilər ki, çox gəlib, sonra getdikcə bu müddəti azalda bilərik. Yəni bu uşaq yenə də individual bir şəkildədir. Terapiya planı individual şəkildə qeyd olunur. Və biz valideynə deyirik, bax mən sənin uşağını tutaq ki, həftənin 3 dəfə görürəm tam seansına. Məsələn, 3 saat mən gördümü bu uşağı həftədə 3 dəfə? Mən 3 saat bunun yanındayam. Həftənin 3 dəfə, yəni bir gündə 45 dəqiqə. Və mən bu 45 dəqiqə ərzində zaten mən bu uşağa yeni bir şey tam öyrədə bilməyəcəm. Mən bu uşağa istiqamətlər verəcəm. Məsələn, elədiyi hərəkətlərin qarşısını ala bilərəm. Bu uşaq mənim yanımda müəyyən davranışlar var ki, etməyə bilər. Amma məni bilir ki, mən, belə deyək də, məsələn, mənim yanımda bu hərəkəti etməyə bilər, çünki mən ilk gündən öz qaydalarımı qoyuram. Amma mənə lazım deyil ki, o uşağın qapıdan girib mənim yanımda ancaq bu hərəkətləri etməsin. Mənə lazımdır ki, bu uşaq, mən məsələn buna bu qaydanı qoyuramsa, tutaq ki, qapıdan girib oturmalıyam, məsələn, stulumu çəkib oturacağam, oyuncağı yerə atmıram və s. Mən artıq buna bu qaydanı tətbiq eləyirəmsə, mənə lazımdır ki, o qaydanı hər kəs eləsin, hər kəsin yanında eləyə bilsin və bu da kimdən asılıdır? Valideyndən asılıdır. Çünki bir şeyin vərdiş halına gəlməsi üçün gərək valideyn neyləməlidir? Davamlı olaraq onun üzərində o davranışı təlqin etməlidir ki, artıq o onda formalaşsın. Bəli, bu deməli, valideynə bir bunu deyirsiz ki, mən bunu artıq, yəni, birinci məsələ, mən onu az görürəm. Mən sənə sadəcə burada istiqamətlər verəcəm, bunlar işlənməlidir və sair. Hər bir şəkildə mən mütəxəssis olaraq sənə bu şəkildə dəstəyimi göstərəcəm. Amma valideyn olaraq işləmək sizlikdir. Çünki siz onun artıq bu davranışı onda vərdiş halına formalaşması üçün siz eləməlisiniz. Digər isə uşağın da özünün götürməsindən asılıdır. Bəlkə sənin uşağın götürmə qabiliyyəti çox zəifdir, bəlkə sənin uşağının əksinə daha sürətli gedəcək və yaxud da ilkin olaraq adaptasiya dönəmi var. Çünki bu bir uşaq məni tanımır, bizi tanımır, otaq və sairə ətraf onun üçün yenidir. Uşağın belə deyək də, tamamilə həyat rejimi dəyişir. Niyə? Çünki o uşaq daha əvvəl istədiyini eləyirdi. Evin belə deyək də paşası idi, istədiyini eləyirdi, amma hal-hazırda bir çərçivəyə düşür getdikcə. Bu onun artıq burada nə olur? Adaptasiya dönəmi başlayır onda. Və elə uşaqlar adaptasiyası gec olur, elə uşaqlar tez olur. Bu artıq uşaqdan asılı olaraq bir dəyişir. Nə oldu? Bu artıq bizim qrup işimiz oldu. Eyni zamanda bu təkcə bizə aid deyil ha. Məsələn, əgər uşaq evdə nənə-baba da qalırsa, nə bilim, bəzən olur əmi, bibi və s. də indi uşaq kimlərlə daha çox ünsiyyəti qurursa, artıq neynirik? Biz onlara da bunu təlqin eləməliyik ki, və onu da qeyd edim ki, uşaq psixoloqun işi daha çətindir
deyərdim. Çünki uşaq psixoloqu sadəcə, uşağın özü ilə işləmir. Çünki bizdə işlədiyimiz uşaq olduğuna görə həm uşaqla işləyirik, həm uşağın valideyni ilə, bəzən uşağın bütün nəsli kökü ilə işləməli oluruq. Çünki sən nə qədər onu eləyirsənsə, ordan məsələn kənardan nənə-baba faktoru ortaya çıxır ki, yox, mənim nəvəm heç kim heç nə deməsin, və yaxud da nə bilim ordan bir əmi çıxır, dayı çıxır, xala, bibi çıxır, nə bilim qohumlardan başqa bir uşaq çıxır, yaxud da məktəbdən, bağçadan və sairə. Biz artıq neynirik? Bəli, bəli, dayə. Yəni biz neynirik? Bütün hər kəslə işləməyə çalışırıq. Çox belə deyək də, qrup işidir bu. Böyük bir əhatə eləyir, kütləni əhatə eləyir. Ona görə də biz amma sözümüzü başından deməyi bildirməliyik mütəxəssis olaraq və bildiririk ki, bax mən sənə dedim faktorları, bu şeylər var. Əgər və bir də belə deyək, uşağı dəyərləndirərkən, tutaq ki, uşağı seansa alırıq, yoxlayırıq. Yoxlayandan sonra biz artıq 2 ay sonra təzədən bir də özümüz üçün uşağı ilkin elədiyimiz testlə təkrar test eləyirik ki, baxın bu 2 ay ərzində bu uşaq nə qədər irəliləyişdə göstərib. Yəni təbii ki, seans müddətində ola bilər müəyyən şeylər hiss eləyə bilərsiniz, amma test olaraq axı sizin əlinizdə ilkin cavablar olur, bir də son. Necə ki, məsələn, dərman müalicəsi alanda biz gedirik, birinci analiz veririk, bir də 2 ay sonra yenə analiz veririk ki, artıq dəyərlərimiz nə yerdədir. Bu da eyni şəklində. Və, bu 2 ay ərzində siz bu uşağa, valideynə bildirirsiniz ki, tutaq həftədə 3 dəfə ilə gəl, bu da eləyir ayda 12 seans, 2 aya da 24 seans. Və valideynə bildirsən, bax mən sənə 2 ay deyirəm, yəni 2 ay o demək deyil vaxt olaraq 2 ay gəlməyin. Bu gün ayın 1-idirsə, tutaq ki, oktyabrın 1-i gəlmisənsə, dekabrın 1-i 2 ayın tamam olur demək deyil. Bu o deməkdir ki, yəni 24 dərsi gəlməlisən. Yəni bu dərsləri gəlməyi, mənim verdiyim tapşırıqları düzgün şəkildə ailədə işləməyin, uşağın adaptasiyası, uşağının düzgün şəkildə bu, seanslar boyunca effektiv şəkildə işləməyi və sairə. Bu kimi bu faktorları həyata keçirəcəksənsə, 2 ayın sonunda mən sənə demirəm bütün hər şey həll olunacaq, amma başladığın yerdə olmayacaqsan. Təbii ki, müəyyən bir irəliləyiş tətbiq eləyəcəyik, müəyyən bir irəliləyiş əldə eləmiş olacaq, addımlamış olacaq ki, düzgün şəkildə əgər biz addımlayırıqsa. Bu ola bilər, bir addım da ola bilər, çox da ola bilər. Amma biz artıq neyləməliyik? Yəni biz artıq valideynə bunu bildiririk və valideynə də bildiririk ki, artıq gündəlik olaraq ev tapşırıqlarında və sairə aktiv iştirak eləyin və sadəcə siz yox, mütləq şəkildə bunu evdə digərləri də, ata da, ana da, yəni hamısı bir yerdə iştirak eləməlidirlər. Və, eyni zamanda bu prosesdə valideyni də qiymətləndiririk. Neynirik? Tutaq ki, valideyn görürsən ki, artıq həqiqətən nə isə işləyir. Bəzən valideynə nə olur? Valideyn sevinir nə isə işlədiyinə, valideyn çox sevinir ki, hə, mən bu sualı verdim, mənə bu şəklində cavablar verdi, əvvəl belə eləmirdi. Yəni və sən artıq burda valideynin əməyini dəyərləndirməlisən. Valideyn görməlidir ki, bir növ valideyn də sənin yanında bir imtahandaymış kimi hiss eləyir özünü. Valideynin də əməyini dəyərləndirirsən ki, bəli, doğrudan da görürəm, siz çox uğurlu, yaxşı işləyirsiniz. Məsələn, mən tutaq ki, bir dənə bir şey demişdimsə, siz artıq 3 dənə şeylə gəlmisiniz, havalıdır. Yəni və bu şəkildə valideynin də motivasiyasını artırırsınız. Çünki valideyn istər-istəməz ilkin vəziyyətlərdə depressiyaya düşməyə meyilli olur. Çünki ona çox pis təsir eləyir ki, niyə mənim uşağımda bu hallar baş verdi? Niyə belə bir hallar oldu və sairə. Biz artıq neyləyirik? Dediyimiz kimi ailə ilə işlədiyimizə görə ailənin də motivasiyasını artırırıq. Və, gəlir burada multidisiplinar, əməkdaşlıq. Bu nədir? Və ən sonuncuda, bu da mütləq vacib olan faktorlardan biridir. Çünki biz, uşaqla işləyəndə sadəcə uşağın valideynlərinə yenə qalmır. Burda həm də məsələn, mən uşaqla işləyirəmsə, nitqi ilə bağlı varsa, bu problemi varsa, bu uşaqla loqoped də işləyir. Tutaq ki, bu uşaqda müəyyən dərman müalicəsinə ehtiyac varsa, həkim də, dərman müalicəsi tətbiq eləyir və sairə. Doğrumu? Yəni artıq bu uşaqla bir neçə mütəxəssis işlədir. Bir neçə mütəxəssis işləyəndə biz davamlı olaraq həmin mütəxəssislərlə qarşılıqlı əlaqədə olmalıyıq. Yəni bir-birimizlə davamlı, müzakirələr aparmalıyıq, diskussiya eləməliyik ki, hə, mən bu günləri bu uşaqda bunu gördüm,
Mən də hiss elədim ki, və ya mütəxəssis belə deyək ki, dayanışması olmalıdır aramızda və, hər birimizin sözü də bir-biri ilə eyni şəklində olmalıdır ki, düzgün şəkildə işləyən mütəxəssislərin zaten sözləri eyni olacaq. Əks halda bəzən olur ki, məsələn, loqoped başqa bir şey deyir, psixoloq başqa, həkim başqa bir şey deyəndə bu zaman nə olur? Valideyn qarışıq məlumat alır. Valideynə də hansı mütəxəssisin sözü sərf eləyirsə ona inanacaq. Yəni hansının sözü, hansı belə deyək, daha çox inandırıcı danışır, ona inanacaq. Və o zaman nə olur? Prosesdə inamsızlıq yaranır. Biz də nə etməliyik? Ona görə də davamlı şəkildə əməkdaşlarla, yəni kolleqalarla bir yerdə əməkdaşlıq çərçivəsində çalışmalıyıq. Yəni bu sadə görünən bir problem deyil, sadə görünən bir iş deyil. Dediyimiz kimi, inkişaf geriliyi sadəcə gecikmə deyil, eyni zamanda xəbərdarlıq siqnalıdır. Yəni biz artıq uşaqda hər hansısa bir inkişaf geriləməsini hiss eləyirik, görürüksə, mütləq valideyn siqnal almalıdır ki, gecikmədən, gec olmadan mütləq şəkildə mütəxəssisə belə deyək, müraciət eləməliyik. Yəni deyilən kimi erkən anlayış gecikmiş peşmançılıqdan daha dəyərlidir. Bütün problemlər, yəni ətrafımızda gördüyümüz 90% problemləri nə qədər tez erkən şəklində görsək, bir o qədər biz onun öhdəsindən gələ bilərik. Gecikmə hər gecikdiyimiz gün uşağın həyatından bir belə problem çıxardır, uşağın həyatından biz itiririk. Ona görə də əgər ətrafımızda nələrdənsə şübhələndiyimiz, belə deyək də, hiss eləyiriksə ki, bu uşaqda nə isə normal deyilsə, mütləq şəkildə valideynə, ətrafında başa düşən birinə bunu bildirməliyik ki, ən azından bəlkə həmin o uşağın həyatında biz mühüm bir rol oynaya bilərik. Belə. Bitdi. İndi bir-bir suallara keçək. Kimin nə sualları varsa. Baxaq. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Çox sağ olun hər şey üçün, bütün məlumatlar üçün. Çox təşəkkür edirəm həqiqətən. İlk öncə bunu deyim. Aha, buyurun. İkinci növbədə sualım yox, daha doğrusu var. Bir sual verim. Bir uşaq tanıyıram. Demək 2 yaşı tamam olub 3-ə keçib. 2 yaş 3-4 aylıqdır, belədir. Aha. Ancaq nə bir söz demir, nə heç bir şey danışmır. Elə arada bir məsəl üçün qığıldanmaq filan 2 yaşı var, amma qığıldanmaq da, yəni çox geridir belə deyim. Atanın qanı mənfidir. Bilmirəm onun nə qədər önəmi var ya yox, amma anada heç bir problem yoxdur. Bir də körpə vaxtından bu uşaqda sudurğa dedi əslində həkimlər. Bilmirəm də onu necə keçirib belə ani olaraq görməmişəm düzü. Yəni o inkişaf geriliyinin onunla əlaqəsi ola bilər. Ya o inkişaf geriliyidimi, yoxsa zəka geriliyidimi? Onu tam aydınlaşdıra bilmirəm uşaqda. Belə ki, yəni motor bacarıqları da yoxdur əslində uşağın. Yəni 2 yaşında gəzməlidir, qaçmalıdır. Ancaq bu yəni güclə iməhləyir də, belə deyək. Yəni uşaq çox problemli uşaqdır əslində. Bunun o sudurğa deyirlər. Ümumiyyətlə sudurğa nədir? Başda necə olur? Bu barədə məlumat verərdi zəhmət olmasa. Aha, deməli sudurğa dediyimiz, yəni el arasında sudurğa dediyimiz bizim bildiyimiz epilepsiya problemidir. Epilepsiya da beyinlə müxtəlif problemdir ki, beyində müxtəlif ocaqlar olur ki, açıq olur. Yəni müəyyən ocaqlar olur. Məsələn, həmin o insanlarda, yəni böyük insanlarda da var, ehtiyatlı olmaq göstərir. Tutaq ki, xüsusi hallarda, məsələn, aşırı dərəcəsinə əsəb, stres və s. onu keçirdikdə ona təsir göstərir və yaxud da bəzən ola bilər ki, çox ağır yüklənmələr nəticəsində o sudurğası tuta bilər. Yəni bu ocaqdır, belə deyək. Əlimizdə bilinməyən bir şey deyil. Yəni nə zaman tutacağını tam olaraq bilmirik. Yəni bu davamlı müalicə olmalıdır. Bu ayrı bir məsələ. Amma sizin dediyiniz uşaq 2 yaş 3 aylığındadır və atanın qan qrupunun mənfi olması o qədər də təsir göstərmir. Əsasən bu mənfilik düzdür, tam onu 100% təsir deməzdim, amma məsələn valideyndə, anada olsa müəyyən bəlkə düşünmək olardı. Ancaq bu uşaqda siz deyirsiniz ki, həm nitqində problem var, həm motor və s. bunlarda da problem var. Bəlkə inkişaf geriliyi tam demək olmaz. Yenə də uşağı diqqətlə diaqnoz müşahidə etmək lazımdır. Uşağın
reaksiyaları necədir? Məsələn, sosial sferasında, ünsiyyətində. Yəni siz məsələn uşağa baxanda sizinlə göz kontaktı qururmu? Xeyr, Emosiya xeyr. göstərir? Xeyr, Hı. uşaq heç bir göz kontaktı qurmur. Yəni uşağa baxırsan, elə bilirsən ki, belə keyləşmişmi deyim, Hı belə durub hı. sənə baxır da, heç bir uzaq başı, yəni Reaksiya yox. gülümsəyə bilər, sənə baxıb, Hı nəsə hı. güldürsən, eləsən, nə bilim, o uşaqların sevdiyi cici falan var da, belə eləsən, hə, gülər. Amma belə yəni baxırsan ki, yəni o uşaq Bəs niyə hər hansısa belə? təkrarlanan hərəkətlər, stereotip davranışlar görürsüz? Eyni hərəkətləri təkrar eləsin. Məsələn, Xeyr, bir elə ətrafında fırlansın, bir nöqtəyə baxsın, nəyisə tez-tez eləsin, tutaq ki, bir qələmancıq açsın, tutsun, işığı gedib yandırıb söndürsün. yəni Bu kimi oyuncaqları belə, yəni Hı hı. güclə oturur da, belə deyək ki, 2 yaşında uşağın arxasına bir şey qoyub belə dayanır ki, Hı yəni hı. uşaq dursun, yoxsa uşaq aşır. Hı Yəni hı. o da var. Bəs Yəni həkimə aparıblar? bəli, Ümumiyyətlə bəli. Demək olar müayinə ki, ediblər. Nə deyiblər? onu o o diaqnoz qoyulandan hər ay valideynləri həkimin yanındadır. Hər ay. Rayonda yaşayırlar, amma Bakıda həkimə aparırlar. Hər ay Hı hı. həkimin Bəs, yanındadılar. Ancaq həkim bir dəyişiklik odur ki, uzaq başı tutur. Elə bil ki, uşaq müvazinətini saxlaya bilmir. Uşaq əlini atır, tutub durmaq istəyir. Qıça qatlanır, yıxılır yerə. Hı hı. Yəni ki, belə bir problemli Beyin uşaqdır. beyninə baxılıb, yəni beyində başqa nəsə, hər hansısa başqa problemlər var. Xeyr, Çünki belə deyil. ancaq aha. Aha, buyurun. Yəni ancaq deyirlər ki, budur da, hə. Mən sodurğa dedim, düzdür, epilepsiya diaqnozu qoyublar. Sadəcə elə deyirlər ki, budur. Elə dindirəndə də valideynlər də çox şey deyən deyil əslində. Yəni gizlədirlər bir növ. Hı hı. Utanırlarmı, nə bilim, bilmirəm, indi onların psixoloji Allah heç Hı kəsə hı. göstərməsin. Təbii Heç ki. də yaxşı hal deyil bu. Hı Əslində hı. bəlkə də heç kəsə bildirməməkdə də elə Hı hı. problem yaşayırlar. Sadəcə mən dedim, mənə maraqlıdır ki, o uşağın problemi nə oldu da, demirəm çox da açıqlamırlar düzü. Heç Hı uşaq hı. da mən elə çox görmürəm uşağı. Sadəcə görənlər belə deyirlər. 1-2 dəfə görmüşəm, müşahidəmə əsasən deyirəm onları da, dediklərimi də. Amma uşağın başında ayrı bir problem deməyiblər indiyə qədər. Hı hı. O Ancaq elə uşağı epilepsiya. Aha, o uşağı siz bir dəfə, yəni mümkün olursa Hı onu, hı. psixoloq müayinəsinə də aparmaq lazımdır ki, onu artıq bir inkişaf geriliyi testləri ilə yoxlasınlar. Çünki tam olaraq indi beləcə siz də kənardan görürsüz, tam olaraq Bəli. müşahidə eləyə bilmirsiniz. Mütəxəssis gözü ilə ona bir baxılsın ki, bu uşaqda Məncə hansı heç problemlər psixoloqa ola bilər. aparmayıblar. Aha, Məncə heç böyük psixoloqa ehtimalla aparmayıblar. aparmayıblar. Bayaq elə siz də dediniz, mənim də elə ürəyimdə qaldı ki, mən onu deyəcəm. Mənim bir dənə də uşaq var. Hı Eee, hı. baldızımın oğludur, ancaq Aha. böyükdür. Hardasa 16-17 yaşı var, autizmdir. Aha. Sadəcə tam da autizm deyil də, ona da əvvəldən düzgün diaqnoz qoyulmayıb. Belə ki, o da siz dediyiniz kimi bütün müayinələrdən, guya müayinələrdən keçib, Hı dərman, hı. psixoloji dərman qəbullarından sonra ona o diaqnoz qoyulub. Yəni, eee, belə deyək də, el arasında belə bir söz var, üzr istəyirəm hər kəsdən. Dəli deyilsə də dəli eləyiblər. Hı hı. İndi başa düşüblər ki, yox da, bunun problemi elə adicə nitq geriliyiymiş. Hı Yəni bu hı. avtizm filan da deyil. Avtizmin hərəkətlər var. Bəzən Hı olur da, əllərini yelləmək, nə bilim, eyni şeyi təkrarlamaq, ancaq gəzmək, yəni bir yerdə bənd almır da o uşaq, ancaq gəzir. hı. Avtizm əlamətləri hiss olunur, sadəcə, tam da avtizm demək olmaz. Çünki məndən belə çox bilir. Hı hı. Harda nə ziyanlı şey var, onları yeməz. Hı hı. Yəni seçilmiş Hı seçilmə hı. adicə bir situasiya deyəcəm. Paxlava bişiririk. Kokoslu paxlava var, o birisi paxlavadan var. Deyir ki, Hı hı. yox cevizli paxlava. Yəni o bilir ki, o da paxlavadır da, amma onu yemir. Ki Hı hı. o normal paxlava deyil də, bu birisi paxlavadan yeyir. Bu daha qəşəngdir, daha belə idealdır. Hı hı. Yəni ki, Zaten çox bilir. aha, bax zaten Heç onsuz da belə deyək də, biz yeməkləri autizmə yox.
zəka geriliyi deyə bilmərik ki, autizmli elə uşaqlar var ki, siz demişsiniz də məndən çox bilirlər. Eləsi var, yəni Bəli. Aspergerlər yəqin ki, eşitmisiniz. Normal ola bilər, zəkası geri ola bilər. Hətta mən belə deyim, mənim praktikamda bir uşaq var idi. Yəni autizmlərin müəyyən bir spesifik hərəkətləri var, stereotipləri Hı var. hı. Onun da bir əlaməti var idi ki, məsələn, üzərinə yazı yazılanda dura bilmirdi. Qışqırırdı, ağlayırdı və sairə. Bir gün Hı elə hı. alındı ki, əlinin üstünə yazı yazılıb və bu yazını siləcək heç bir şey yoxdur ətrafda. İndi mən də müşahidə edirəm ki, bu nə olacaq? Yəni Neyləyəcək? neyləyəcək? Aha. Uşağın da gözləri o qədər iri idi ki, başladı bu başlayır elə ağlamağa, onsuz da bu artıq ona narahat eləyir axı. Ağladı, birdən ağlına gəldi, göz yaşını tökdü əlinin üstünə, başladı onu Aa, silməyə. Yəni biz bəli. autizmdə gerilənmiş uşaqlar, zəka geriliyi kimi baxa bilmərik. Hı Yəni hı. autizm yəni sadəcə gecikmə deyil də, beynin inkişaf və əlaqə strukturunda fərqlilikdir. Neyroinkişaf pozuntusudur. Bu tamamilə başqa bir problemdir. Hı Ola hı. bilər ki, o uşağa da autizm və bir də belə bir şey deyək, beynimizdə bizim bir autizm adı formalaşıb. Hı Hal-hazırda indi hı. autizm deyilmir, autizm spektr pozuntusu diaqnozu qoyulur və də Evet. artıq autizm spektr pozuntusu dərəcələrə bölünür ki, yəni artıq bu, indekslərə bölünür də, yəni dərəcələrə bölünür ki, yüngül dərəcəsi, ağır dərəcəsi, orta dərəcəsi və sairə. Məsələn, bu ağır dərəcə artıq hə, o beynimizdə formalaşan o autizmlərdir ki, aha, bu ağır dərəcəsindədir. Məsələn, ancaq yerində fırlanır, ancaq nə bilim, ünsiyyətə girmir, göz kontaktı qurmur və sairə ağırlaşmış bir vəziyyətindədir. Eləsi də var ki, spektr pozuntusudur yenə də, ancaq əlamətlər az əlamətlərini daşıyır. Yəni biz ola bilər ki, o uşaqda da autizmin, yəni o baldızınızın oğlu dedinizsə, həmin o uşaqda Aha, da bəli. onun əlamətləri olsun. Yəni dərəcəsi aşağı olsun. Spektr pozuntusunun dərəcəsi aşağı olsun. Yəni ağır şəkildə və yaxud da artıq müəyyən bir yaşa gəlib, ola bilər işləndikcə o adaptasiya yaranıb, müəyyən bir yerə qədər Bəli. gəlib çıxıb. Belə. Əvvəl çox aqressiv idi. Hı hı. O keçid dövrü var da, oğlan uşaqlarının bir dövrü var. O dövrdə dəhşət aqressiv idi. Hər Hı şeyə hı. qışqırırdı. Hətta anasını belə döydüyü olub. Hı hı. Yəni çox pis hallar keçiriblər. Bir dənə çəkindiyi atasıdır. Hı hı. Anasını hətta gücü çatır vurur. Hətta ondan uzundur, çox uzundur, dəhşət. Eee, Allahım. amma yəni atasından qorxur. Yəni kişi xeylaxlarından qorxur da belə deyək. Qadınlara deyək ki, yox da qadınlar ona heç nə eləyə bilməz. Eləmir də. Heç Hı kəs hı. heç nə elə etməz. Sadəcə bir növ qorxutmaq lazımdır ki, o da çəkinsin də, qorxsun. Onlar ancaq atasından qorxur. Ola Belə. bilər ki, hər bir uşaq fərqlidir. Aha, indi aqressiv deyil amma yox, indi aqressiv deyil, yaxşıdır. Yəni İndi müəyyən bir yaxşıdır şükür. müddətdən sonra artıq uşaqlarda o dəyişməyə başlayır. Bəli. O halda keçək digər bir, Çox sualımız sağ da olun. var. Buyurun, siz də sağ olun. Sualımız var, 3 yaş 6 aylıq uşağın nitqi necə olmalıdır? Baxın, 3 yaş yarımlıq uşaq artıq bizdə təfəkkür formalaşmış olur. Neyniyir? Bu 3 yaş yarımlıq uşağa siz, nə suallar verirsinizsə, artıq sizin suallarınıza cavab verməlidir. Bu nədir? Nə rəngdədir? Bura haradır? Yəni haradır dediyimiz məkan olaraq ən azından məsələn buranın məktəbdir, bağçadır, evdir, yoldur, restorandır və sairə ora olduğunu bilməlidir. Komandaları sizə ifadə etməyi bacarmalıdır. Ki, yəni sözlü şəklində ki, hə, bu hal-hazırda neynədim qələmi, bunu atdım, tutdum və sairə, addımladım, əyildim, qalxdım və sairə bunları sizə cümlə şəklində ifadə eləməlidir. 3 sözdən, 4 sözdən ibarət sizə cümlələr qurmağı bacarmalıdır. Məsələn, siz ona soruşa bilərsiniz ki, bu hansı fiqurdur? O sizə o fiqurun adını deməlidir, fiqurun rəngini məsələn, rəngini soruşa bilərsiniz ki, nə rəngdədir? Onları sizə bildirməlidir. Sonra digər gəlir autizmin ilkin əlamətləri də inkişaf geriliyinə aid edilirmi? Yəni autizmin ilkin əlamətləri dedikdə, məsələn, autizmin ilkin əlamətlərinə məsələn burada aiddir, tutaq ki, göz kontaktının qorunmaması, adi səsləndə adına reaksiyanın olması, təkrarlanan davranış göstərilməsi və sairə. Bunlara aiddir. İnkişaf geriliyində artıq biz deyirik ki, hər hansısa bir sferasında geriləməsi varsa, gecikməsi, ləngiməsi varsa, tutaq ki, məsələn də dediyimiz kimi, nitqi tam öz yaşındakı kimi deyil, öz yaşından biraz geriləmədir, nitqində geriləmədir. Ancaq, autizmdə elədir ki, sosial qarşılıqlı əlaqədə və davranışda da problem. Yəni inkişaf geriliyində nitqində, motorunda, idrak və sosial bacarıqlarda geriləmə olursa, autizm spektr pozuntusu sosial qarşılıqlı əlaqədə və davranışlarda geriləmə olur.
Sonra bura gəlir uşaqların təlimə motivasiyalarını artırmaq üçün hansı üsullar daha effektivdir? Baxır burada neçə yaşındakı uşaqdan danışırıq. Hər bir uşağın maraq sferasını tapmalıyıq. Yəni maraq dairəsini tapmalıyıq ki, bu uşaqlar uşağa nə maraqlıdır. Əgər biz məsələn lap kiçik yaşda uşaqlardan söhbət eləyiriksə, təbii ki, monoton şəklində məsələn deyirəm, monoton şəklində mən ona göstərim ki, bu telefondur, bu nə bilim qələmdir, bu matram stəkandır və sairə. O təbii ki, sizin səsinizi başa düşməyəcək. Ona heç bir şəkildə maraqlı olmayacaq. Burada nə olur? Siz mütləq emosiyalarınızı qatmalısınız. Biraz aktrisalar, aktyorluğunuzu göstərməlisiniz ki, uşağa bu maraqlı olsun. Uşaq seçsin ki, siz ona nəyi demək istəyirsiniz. Tutaq ki, bir kartı göstərdi, siz ona ağlayan uşağı göstərirsiniz ki, bu uşaq ağlayır. Hə, görürsən bu uşaq ağlayır. Neyniyir? Ağlayır. Nə oldu? Onun üçün o qədər də fərqli olmadı. Amma artıq burada sizin biraz emosiyanız işə düşəndə, bütün mimikanız dəyişəndə, görürsən necə ağlayır, bax, sən də onu göstərə bilərsən və sairə. Bu kimi ona belə deyək də, rol oynasanız, bu şəkildə tətbiq eləsəniz, ona daha da maraqlı olacaq. O neyniyəcək? Sıraza əlindəki, nə ilə məşğul olursa, onu qoyacaq kənara, sizə doğru çevriləcək və başlayacaq fikrini yavaş-yavaş onun artıq diqqətini cəlb eləməyə başlayacaqsınız. Bu getdikcə yaşdan asılıdır. Məsələn, bu 3 yaşında, 2 yaşında, 3 yaşında uşaqla əgər məşğul olursunuzsa, bunu göstərməlisiniz. 4 yaşında, 5 yaşında, yəni hər yaşa görə bu fərqlənir. Təbii ki, siz belə deyim, 9-10 yaşındakı bir uşağın təlimində bu üsuldan istifadə eləməyəcəksiniz, amma yenə də fərqliliklər göstərə bilərsiniz. Yəni standartdan biraz kənara çıxa bilərsiniz. Çünki uşaqlar nəyi sevmir? Uşaqlar dərsi elə bilir ki, o məcburiyyətdir. Onun dərsi yük, məcburiyyət, o kimi başa düşürlər. Sizə artıq bu sizin kreativliyinizə qalıb ki, müəllimsinizsə, mütəxəssissizsə, psixoloqsunuzsa, artıq siz nə qədər kreativ olsanız, o uşağa daha çox məlumat ötürə bilərsiniz. Belə. Başqa hər hansısa bir sualı olan varmı? Bir nəfər də qeyd eləyib. Göz təması var, adına reaksiya var, təkrardan davranışı yoxdur, seçiciliyi yoxdur, toxumsallıq yaxşıdır, yeməklərdə yaxşıdır, meyvə tərəvəz rahat yeyir, sadəcə əşyaları düzür və nitqdə sözlər yoxdur. Motor bacarıqları var, amma bəzən başqasının barmağından istifadə etməyə çalışır. Özü kimi yox, başqası şəklində göstərir. Bunun üçün də autizm spektr pozuntusu olub-olmamasını bilmək üçün siz onun həm müşahidə eləməlisiniz. Biz uşağa bir dəfəyə, bir diaqnostikada tam olaraq onun spektr olub-olmadığını, təbii ki, peşəkar mütəxəssis olarsa, uzun illərdir bu işlə məşğul olan bir mütəxəssis olarsa, bir seansa ilkin diaqnostika vaxtı fikir formalaşa bilər, bildirə bilər ki, hə, bu uşaqda autizm spektr pozuntusu var ya yox. Amma mütləq şəkildə bununla həmin o testi etmək lazımdır ki, bütün əlamətləri, bütün sferalara tək-tək incəliyə-incəliyə baxmaq lazımdır. Yəni ola bilər ki, məsələn deyirəm də, sadəcə indi siz burada qeyd eləyirsiniz ki, əşyaları düzür də, əşyaları düzür, nitqində sözlər yoxdur. Yəni və biz bu əlamətə görə ona autizm deyə bilmərik. O ştampı yapışdıra bilmərik ki, hə, bu uşaq autizm spektr pozuntusudur. Ola bilər, bir çox uşaqların xoşuna gələ bilər ki, əşyaları düzsün, ona maraqlı olsun, rəngarənglik olsun, onun xoşuna gələ bilər. Yəni bu o demək deyil ki, o mütləq autizm spektr pozuntusudur. Ona görə də hər bir punktda diqqətlə baxıb valideyn də müşahidə edib, ən azı bir valideyn bununla tanış olub müşahidə eləməlidir və sizə düzgün informasiya verməlidir və onun əsasında biz bilə bilərik ki, bu uşaqda varmı bu problem, yoxdurmu? Bir bəyin xronoloji yaşı 25-dir, amma ancaq davranışı, emosional səviyyəsi 15-16 yaşda qalıb. Hə, bu belə deyək, bizim belə bir şey deyim sizə, bizim bir neçə yaş dövrlərimiz var. Var xronoloji yaşımız, yəni bildiyimiz pasport yaşı, var zəka yaşı, emosional yaşımız, bir də ki, bioloji yaşımız. Və emosional yaşı 15-16 yaşda qalıbsa, yəni bu emosional geriləməsinə göstərir, təbii ki, çıxardır. Əgər zəka olaraq, zehni olaraq heç bir problem yoxdursa, emosionallığında varsa, bunun üçün mütləq şəkildə psixoloji terapiyaya getməlidir. Yəni terapiya belə deyək də, uzun bir müddət ola bilər, yəni onun
bəyin özündən də asılı olaraq dəyişir. Uzun bir müddətli terapiyaya getməlidir. Yəni bu emosional inkişaf, emosional geriləmədir və bu terapiya müddətində necə başa salım, tam olaraq belə deyək də, onun düzəlmə ehtimalı ola bilər. Amma buna baxmalıyıq ki, nəyə görə bu adamın yaxşı emosionallığı geridə qalıb? Hansı səbəbdən irəli gəlir? Yaşadığı hansı travmanın nəticəsidir ki, bu hal-hazırda bunu geridə göstərir? Bəzən elə ola bilər ki, zəkada irəliləyiş əldə edə bilərik, amma emosionallıqda irəliləyiş əldə etmək müəyyən bir yaşdan sonra çox çətindir. Çünki emosionalı məsələn uşaq vaxtı olanda onu irəli çəkmək daha rahat olur. Çünki ən azından ətrafdakılarla və sairə işləyə bilirsən. Amma yuxarı yaşda onunla işləmək biraz çətin olur. Yəni müəyyən bir irəliləyiş əldə edə bilərik, travmalarını aradan qaldırıb travmaların səbəblərini araşdıra bilərik. Amma tam olaraq %100 onu həll eləyə biləcəyikmi, o biraz artıq sual içərisindədir. Buyurun, siz sağ olun. Aha, əşyaları, rənginə, ölçüsünə görə düzür. Yəni buna biz yenə deyirəm, sırf iminli bu əlamətə görə biz ona %100 sən avtizm spektr pozuntususan deyə bilmərik. Ola bilər ki, bəli, şübhələnə bilərik. Ola bilər ki, olsun, amma iminli bu sadəcə bir əlamətə görə biz onu deyə bilmərik. Çünki orda autizmin bir yox, birdən çox hardasa, yəni nə qədər əlamətləri var ki, yəni biz hər sferasını diqqətlə ölçməliyik, onun əsasında bilməliyik. Valideynim qızımdadır, 3 yaş 8 aylıqdır, həkim autizm əlamətləridir. Psixoloq, loqoped isə nitq ləngiməsi, anlama qavramı. Mən özüm necə müşahidə edib doğrunu bilərəm. Yaxşı, autizm olaraq, məsələn, siz valideyn olaraq sadəcə ancaq o əlamətlərini görürsüz. Yəni əsas məsələ sosiallığı, belə deyək də, uşaq sizinlə göz kontaktı quranda necə qurur, adına reaksiyanı necə verir? Yəni bir növ belə bir şey deyim sizə. Məsələn, bəzən olur ki, biz deyirik ki, uşaq havada da elə bil. Tam olaraq baxır sənə, amma baxışları boş baxışdır. Yəni siz məsələn belə bir şeyləri onda görə bilirsinizmi? Yəni autizm əlamətləri kimi. Onu hiss eləyə bilirsinizmi? Hı. Və sizinlə oynayır. Məsələn, göz kontaktında da güləndə gülür, yoxlamaq üçün üstünə qışqıranda gülməyi dayanır. Aha. Siz biraz daha belə deyək də, daha çox müşahidənizi artırın, müşahidə eləməyi ki, onun bütün hərəkətlərinə gün ərzində daha çox fikir verməyə çalışın. Məsələn, sadəcə göz kontaktı ilə, adına reaksiyalarla yox, həm özü ilə, ətrafla olan ünsiyyəti ilə. Artıq 3 yaş 8 aylığındadırsa artıq bu müəyyən şəkildə sizə fikirlərini ifadə eləməlidir, danışmalıdır. Yəni bunların hamısını yerinə yetirilmir. Diz diskində bir geriləməsi var. Yaxşı, danışmasa da bunları anlayırmı? Əsas bir məsələ. Yəni anlayırmı? Siz ona məsələn fikir bildirirsiniz, ifadə eləyirsiniz. O sizi başa düşür. Məsələn, siz ona izah elədiniz ki, mən bu gün filan yerdən gəldim. Bu fiqurdur və s. Yəni bu kimi şeyləri ona deyəndə anlamır. Ola bilər ki, zehni olaraq da geriləməsi olsun. Yəni sadəcə nitq ləngiməsi yox. Yəni ola bilər ki, geriləməsi həm zəka ilə bağlı ola bilər. Zəka geriləyib. Yəni bu halda aha, anlama qavramı da bəli. Yəni ola bilər bu zehni geriləmədir. Eyni zamanda həm zehni, həm nitqi. Zaten birində geriləmə olanda digərinə də təsir göstərir. Yəni inkişaf tam şəklində olmalıdır. Əgər biri geriləməsi varsa, digərlərinə də təsir göstərir. Nə qədər müddətdir siz psixoloqun yanına aparırsınız, psixoloqla həkimin yanına? Mhm. 2 yaşından bu yana hər hansısa bir dəyişiklik yoxdur? Ola bilər ki, yəni bu bilirsiniz necədir? Nitqinin müəyyən sözləri var ki, məsələn, müəyyən meyvələri tanıyır. Aha. Baxın, həkim meyvəni sizə ver deməz, amma meyvəni siz ona ver deyəndə o sizi başa düşür. Yəni nitq olaraq geriləyirsə, təbii ki, onu
eləməz. Hı -hı. Hı -hı. Düşür deyir alma. Əsasən belə deyək də, ola bilər ki, bu uşaqlar indi mütəxəssislər yaxşı mütəxəssislərdirsə, mən indi bilmirəm kimlərdir. Mütəxəssislər yaxşı mütəxəssisdirsə, psixoloqla loqoped, eee, onlar belə deyək də, o pasientdən həmin o uşaqla daha çox kontaktda olurlar. Ola bilər ki, həkim o uşağı sadəcə bir dəfə görür, amma mütəxəssis, psixoloqlar, loqoped onu demək olar ki, hər gün görür. Yəni seans müddətini davamlı şəklində görülür və əgər bu uşaqda autizm əlamətlərini görmürlərsə, bəlkə də mütəxəssislərin dediklərində daha çox haqq var. Uşaqda sadəcə olaraq zəka geriliyidir, əsas problemi zəka geriliyidir. Bu həm onun nitqinə təsir göstərir, həm də ki, zehni olaraq fikrinə, beynində zəkasında geriləməsi var. Ona görə də siz bu pedaqoji fəaliyyəti, belə deyək də, bu terapiyanı davam elətdirin. Eyni zamanda ehtiyac varsa dərman müalicəsinə həkim, nevropatoloq ehtiyac görürsə, ona da bir yoxlada bilərsiniz, qəbul eləyə bilərsiniz. Həm də ki, beyninlə bağlı, beynini yoxlatdırmısınızsa, məsələn, beyni ilə bağlı əgər yoxlayıblarsa, ona da apara bilərsiniz. Yəni mən düşünürəm ki, məncə psixoloqun, mütəxəssislərin dediklərində daha çox haqq ola bilər. Aha. Siroplar yazar həkim, beyin qidalandırıcı iynələr. Düzgün şəklində, terapiyanı aparın. Yəni inşallah ki, uğurlu olar, yaxşı nəticə olaraq. Siz də valideyn olaraq davamlı, yəni təbii ki, başa düşürəm, valideyn insan istər-istəməz narahat olur. Valideyn olaraq davamlı autizmlə bağlı olan paylaşımlar olsun, əsaslı mənbələr, əsaslı kitablar olur ki, autizmlə bağlı, yəni bu uşaq autizmdir və sairə əlamətlərlə bağlı. O kimi onların əlamətləri diqqətlə oxuyub daha yaxşı müşahidə eləyə bilərsiniz və yaxud da siz mütəxəssislərdən, psixoloqundan, yəni ki, apardığınız psixoloji mərkəzdə bu uşağı autizm spektr pozuntusunu yoxlamaq üçün müəyyən testlər var. Həmin o istəyin, həmin onun əla, çox gözəl. Həmin onun testindən yoxlasınlar. Sizin də ürəyiniz belə deyək də bir növ daha rahat olsun ki, yəni bu uşağınızda ən azından problemin düzgün şəklində nə olduğunu biləsiniz. Yenə dediyim kimi, mütəxəssislər elədir ki, uşaqla davamlı ünsiyyətdə olduğuna görə artıq onlar olub-olmamağını daha yaxşı bilərlər. Çünki bir dəfə görməklə uşağa o diaqnozu qoymaq biraz çətindir. Tam da düzgün nəticə olmaya bilər. Belə. Başqa kiminsə sualı yoxdursa, məncə Xədicə xanım yekunlaşdıra bilərik. Buyurun, siz sağ olun. Uğurlar inşallah ki, problemi tezliklə həll olunar. Belə. Xədicə xanım burdadır. Sevinç xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirik, minnətdaram çıxışınız üçün. Sağ olun, xoş oldu mənə də. İnşallah hər kəsə faydalı oldu. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Gecəniz xeyir. Sağ olun.